tarih, yarım kalmış cavan ömür, yarım kalmış sevgi, yarım kalmış hayat. Dünən bir tədbirdəydik. Bir şəhid, bir hekayə, bir şeir kitabının təqdimatında. Orada da mən dedim, bir neçə il bundan qabaq hekayələr yazılırdı şəhidlərimiz haqqında, amma hekayənin sonu həmişə bir niskinlə, bir məğlubiyyətlə idi. Qarabağ biz sənə gələcəyik, Qarabağ biz sənə olacaq, son sözü bu olurdu hekayələri. Amma 44 günlük Vətən müharibəsində bu oğullar o niskini, bu kədəri, o məğlubiyyəti aradan qaldırdılar. Və biz bugün zəfəri qeyd edirik, zəfər çalmış bir devlət kimi dünyaya səs saldıq. Mən demirəm, ta əvvəldən 1905-ci ildən bu yana hər bir vətən üçün canından keçən oğul vətəni vermək üçün, vətəni məğlub olmaq üçün döyüşə